Hər vaxtınız xeyir olsun. Mən Cəyan Həsənov. Növbəti silsilə dərsimizi davam etdiririk. Bugün yenə də biz sizə növbəti sınağın izahını çəkməyə çalışacağıq. Növbəti sınağımız isə yenə də Dövlət İmtahan Mərkəzinin 20 sınaq testindən 14-cü sınağın izahıdır. Vaxt itirməyək, dərhal keçək izahlara. Deməli, bizə iki sualda da soruşur. Şirvanşahlar və Eldənizlər dövlətinə aid ümumi cəhət deyil. Klassik feodalizm dövrünə aid bir xüsusiyyət soruşur hər halda. Cəhət deyil. Gürcülərlə mübarizə aparılması. Gürcülərlə mübarizə aparılması həm Şirvanşahlar, həm Eldənizlər çox xarakterikdir. Eyni zamanda Gürcülərlə dost olmaları da həm Şirvanşahlar, həm Eldənizlər çox xarakterikdir. Şirvanşahların Gürcülərlə mübarizə aparılması haqqında çox faktlar demək olar. Məsələn, 3-cü Məlik Çöhrün 1124-də Gürcü hökmdarı 4-cü Davidin yürüşünə məruz qaldığını göstərmək olar. Və yaxud 1-ci İbrahim Dərbəndinin 1407-də Şərqi Gürcüstana yürüş etməsi nəzərdə tutmaq olar. Eldənizlərin də yenə həmçinin Gürcülərin yürüşünə məruz qalması istər Atabəy Şəmsəddin Eldənizin, istər belə deyim, Əbbəkin dövründə yürüşlərə məruz qalmasını göstərmək olar. Yəni çoxdur. A variantı onların oxşar cəhətləridir. Bizə fərqlər lazımdır. Azərbaycanın şimalda yaranması hər ikisi Azərbaycanın şimalda yaranmışdı. Əsas da Eldənizlər məsələsində çox ehtiyatlı olaq. Çünki Eldənizlər Naxçıvanda yaranıb. Naxçıvan bugünkü Azərbaycan baxımından Şimali Azərbaycan sayıla bilər. Daha doğrusu bugünkü Azərbaycan baxımından Naxçıvan Cənubi Azərbaycan sayılır. Çünki bugünkü Azərbaycanımız yalnız bizim əlimizdə olan Şimali Azərbaycandır və Naxçıvan onun cənubunda yerləşir. Amma 19-cu əsrə qədər belə deyim də, Şimali Azərbaycan və Cənubi Azərbaycan ifadəsi yox idi. Azərbaycanın şimalı və Azərbaycanın cənubi ifadəsi var idi və Araz çayından yuxarıdakı ərazilər Azərbaycanın şimalı hesab olunurdu. Ona görə də bugünkü xəritə baxımından yox, o dövrki xəritə baxımından götürsək, Naxçıvan Azərbaycanın şimalıdır və Eldənizlər dövləti şimalda yaranmışdır. B ortaq cəhətdir. Klassik orta əsrlər nəzərə alsaq ki, 11-15-ci əsrlərdir və həm Şirvanşahlar, həm Eldənizlər klassik orta əsrləri görüblər. Xidmət müqavilə torpaqlarının paylanması təbii ki, iqta torpaqlarının paylanmasına söhbət gedə bilər. Nəzərə alsaq ki, iqta torpaqları 7-14-cü əsr boyu mövcud olub, ona görə də hər iki dövlətdə bu düşür. Osmanlılara qarşı müharibədə iştirak etməsi bu Şirvanşahlara aid ola bilər. Belə ki, Şirvanşahlar 1402-ci ildə Əmir Teymurun qoşunlarının içərisində mübarizə aparıblar. Birinci Bəyazıda qarşı, Osmanlıya qarşı. Amma Eldəniz Osmanlı savaşı yoxdur. Ona görə də bir də cavab bizdə Y variantı olacaq. Davam eləyək. İkinci sual. Sxemə əsasən Çar Rusiyasının Şimali Azərbaycana apardığı işğallarını xronoloji ardıcdan tamamlayaq. Əlbəttə ki, Qazax və Şəmşəddil 1801-ci ildir. Gəncə 1804-cü ildir. Qarabağ xanlığı isə 1805-dir. Bizə elə bir ərazi lazımdır ki, bu 1801 və 1804 aralığında yerləşsin. Bu da təbii ki, Çar Balakəndir. 1803-cü ildə əvvəlcə tutulmuş, 1804-cü ildə isə yenidən tabe edilmişdir. Çar Balakənin birinci tutulması ilə ikinci dəfə yenidən tabe edilməsinin arasında Gəncə xanlığı gedir. Burada birinci tutulması nəzərdə tutulub. Yerdə qalan ərazilərə baxsaq, Şəki 1805 mayın 14-dür. Mayın 21-i daha doğrusu tutulub. Qarabağda isə bu 1805 mayın 14-ü idi. Şamaxıda 1805 dekabr, Bakı xanlığı 1806, Lənkəran isə 1813 olduğunu görürük. Burada bizim şərtimiz ödəyən cavab D variantıdır. 3-ə baxaq. Konferansın qərarlarını tamamlayın. Almaniya ərazisi işğal zonaları bölündü. Ələ keçirilmiş faşist rəhbərləri beynəlxalq tribunala verildi. Söhbətin belə desək, Potsdam konferansından getdiyini artıq müəyyənləşdirdik. Almaniya ərazisinin 5də birini itirdi. Almaniya ümumiyyətlə hər şeyi itirdi. Almaniyanın özü belə 4 yerə bölündü. A variantı yanlışdır. BMT-nin iş qaydaları müəyyənləşdirildi. BMT-nin iş qaydaları müəyyənləşdirilib 45-in fevralında keçirilmiş Krım və yaxud Yalta konferansında. Amma biz hal-hazırda sualda 45-ci ilin yayında keçirilmiş Potsdam konferansından danışırıq. Ona görə yanlışdır. Ərazisində iki dövlət yarandı. Bu qədər qabağa qaçmaya ehtiyac yoxdur. Tamam, ərazisində iki dövlət yaranacaq. ABŞ, İngiltərə və Fransanın uşağı olmuş, belə desək, AFR və SSR-nin tərbiyələdiyi ADR. Amma bu qədər qabağa qaçmaq olmaz. Məntiqi ardıcıq da onu demir. Almaniyanın dövlət sərhədləri qəti olaraq müəyyən olundu. Bəli, bu düzgün cavabdır. Əgər Krım konferansında, yəni Yalta konferansında Almaniyanın dövlət sərhədləri müəyyənləşərkən onun 4 dövlət arasında bölünməsi nəzərdə tutulursa, artıq bu Potsdamda oturdu.
Cavab D variantıdır. Məğlub ölkədən təzminat alınmamasına qərar verildi. Əksinə, Krım konfransında alınmasına qərar verilmişdi. Potsdamda isə artıq nə qədər alınması nəzərdə tutuldu. Ümumiyyətlə, Almaniya qalib gələn dövlətlər bu dəfə səhv etmək fikrində deyildilər. Birinci Dünya müharibəsinin yekun konfransında Versalda bu Almaniyanın təzminat məsələsi alınmadığına görə sonradan bir neçə konfrans da buna həsr olunmuşdur və heç cür Almaniyanı belə deyim yola gətirə bilmirdilər. Ona görə də bu dəfə İkinci Dünya müharibəsində Almaniyaya qarşı vuruşan dövlətlər elə bunu müharibənin gedişində həll etmək istəyirdilər. Və etdilər də. 3D, 4. İngiltərədə 1642-1646-cı illər vətəndaş müharibəsi dövründə hüquqlar haqqında bilin qəbul olunması bu 1689-dur. Gördüyümüz kimi şərt ödəmir. Parlament hərbi islahat haqqında qanun qəbul etdi. Əlbəttə, bu düzgün cavabdır. Nəzərə alsaq ki, vətəndaş müharibəsinin əvvəlində parlament kral ordusuna məğlub oldu. Sonra isə parlament qərar qəbul etdi və könüllülük prinsipi əsasında ordu sistemi düzəldildi. Və məhz bu ordu sisteminin düzülməsi nəticəsində 1645-ci ildə parlament qalib gəldi. 2 düzdür. Şotlandiya ilə birləşmək haqqında qərar bu 1707-dir. Yuxarıdakı illəri ödəmir. Və nəticədə parlament hərbi islahat haqqında yekun qərar qəbul edib ordunu nizamına salandan sonra 1645-ci ildə Neyzbə döyüşündə kral ordusunu məğlubiyyətə uğratdı. Deməli, bizim burada cavabımız 2-4, yəni Y variantı olacaq. 1 ilə 3 isə qarşısındakı illər yazdım. Niyə düşmədiyini gördünüz. 5-ə baxaq. Ermənistan ordusunun Azərbaycanın Qarabağ bölgəsində qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoyulmalı, tərk silah olunmalı və Azərbaycandan tamamilə çıxarılmalıdır. Verilənlər hansı əməliyyatın nəticəsində əldə olunmuş razılıqdır? Təbii ki, biz bunu 2020 Vətən müharibəsinə yekun vuran 9 noyabrdan 10 noyabra keçən gecə imzalamış bəyanatda da tələb elədik. Amma bunu yerinə yetirməyincə biz bir günlük antiterror əməliyyatına ehtiyac gördük və 2023-cü ilin 19 sentyabrından 20 sentyabrına keçən gün 23 saat 43 dəqiqəlik əməliyyat nəticəsində biz qalib gəldik və ermənilərdən bunları tələb elədik. Söhbət Y variantından gedir. Və də burada 4 günlük müharibə yəqin ki 2016-cı il aprel savaşlarına nəzərdə tutulub, belə bir şey yoxdur. Gündət əməliyyatları da bir neçə gün davam edib. Qisas əməliyyatı 2022-dir. Demək olar ki, bir gün davam elədi. Tovuz döyüşləri. Tovuz döyüşləri 2020-ci ilin iyulunda baş verdi. Və təxminən 3-4 gün davam elədi. Daşaltı əməliyyatı 92 də ola bilər, 2020 də ola bilər. Yəni burada yekun cavab olaraq Y variantı daha optimal variantdır. 6. Xəritədə rəqəmlərlə verilmiş dövlətlərə aid onları müəyyənləşdirin. Rahat bir xəritə. 2-nin təbii ki Rusiya olduğunu bilirik. Bir isə aydın məsələdir, Osmanlıdır. Baxaq. Tənzimat-ı xeyriyyə islahatların həyata keçirilməsi bir qıraqdan bunu yazmağa çalışaq. 1 Osmanlı, 2 isə Rusiyadır. Tənzimat-ı xeyriyyə islahatları bu Osmanlıda keçirilib 1839-dan 76-ya qədər. Birinci mərhələsi 39-56 Gülxani xətti şərifi və təbii ki 56-cı ildən sonra həm Osmanlı, həm Rusiya özünə çəki düzən verdi və Osmanlıda yeni belə deyim islahatlar xətti başladı. Köhnə kitablarda verirlər xətti Humayun. Gülxani xətti şərifi ilə xətti Humayun hər ikisi bir yerdə Osmanlıda adlanan Tənzimat-ı xeyriyyə. Deməli A1-ə getməlidir Osmanlıya. Respublika dövlətinin bölüşdürülməsində təşəbbüskar dövlətlər Rusiya, Prusiya və Avstriyadır. Deməli B-də Rusiya getməlidir. 18-ci əsrdə Konstitusiyanın monarxiyaya çevrilməsi. Rusiya tarixində heç vaxt Konstitusiyanın monarxiyaya çevrilmədi. Çünki Rusiya tarixində ilk Konstitusiya 1918-dir. Artıq Rusiya 1917-ci ildə Respublikaya ta bu günə qədər ona görə C variantı Rusiya getməyəcək. Heç Osmanlıya da getməyəcək. Çünki Osmanlı Konstitusiyanın monarxiyaya çevrilib tarixində ilk dəfə 1976 və bu da 19-cu əsrdir. Ona görə C variantları bütün variantlardan çıxarılmalıdır. Zaten 2 cavabımız qaldı. Birinci Napoleonla sülh müqaviləsi imzalanması təbii ki bu Rusiyadır. Aydın məsələ söhbət tezlikdən gedir. Navarin dəniz döyüşündə İngiltərə, Fransa, Rusiya kömək edərək Osmanlıya qalib gəldilər.
Osmanlı serblərə və yunanlılara muxtariyyət vermək istəmirdi. Ona görə 1A-Y, 2B-D cavabımız Bakı variantıdır. Və cəmi 27 ildən sonra İngiltərə, Fransa bu dəfə Osmanlıya dəstək verib Almaçay döyüşündə Rusiyanın şirkət eləyəcəklər. 7. 13-14-cü əsrə aid müdafiə tikilisi deyil. Təbii ki, yəni burada bütün abidələrə ümumiyyətlə baxaq belə deyim dövrlərinə. Bayıl qalası 13-14, Ramana 13-14, Mərdəkan. Əsrlərə baxmaya heç ehtiyac yoxdur. Burada Gülüstan türbəsini götürsək daha düzgün olar. Çünki türbə tamam. Hamısı 13-14-cü əsrdir. Yəni bütün variantlar Gülüstan türbəsi də 13-14-dür. Amma türbə müdafiə tikilisi deyil axı. Yəni qalanı başa düşdük. Qalan nədənsə qoruyur. Amma türbə belə deyil. Sadəcə Mərdəkan qalasını dörtgüz və dairəvi yazsaydılar daha yaxşı olardı. Çünki adətən sadəcə olaraq Mərdəkan qalasını 12-13-cü əsrlər, belə deyim 12-ci əsr, Mərdəkan dörtgüz dairəvi 13-14 verirlər. Sonrasında hamısı Mərdəkan qalası kompleksinə aiddir. Olsun. Gülüstan türbəsi. Yəni türbə müdafiə tikisi hesab olunmur. 7A variantı olsun. 8-də. Uyğunluğu müəyyən edək. Böyük dəyənək, mədəni inqilab və şanlı inqilab. Böyük dəyənək ifadəsi təbii ki, ABŞ-a məxsusdur. Theodore Roosevelt, gələcəkdə onun yolunu William Taft da davam etdirəcək. Mədəni inqilab bu Mao Tse-Tunun Çinidir. Eyni zamanda bu inqilab, mədəni inqilab İrana da aid bir termindir. Yaxşı bilirik. Şanlı inqilab isə təbii ki, İngiltərəyə aiddir. Ehtiyatlı olaq. Ağ inqilab isə İrana. 1B, 2D, 3A. Var mı elə cavabımız? Bəli, D variantıdır. Davam edək. 9-da. Sxemdə adları verilmiş tarixi şəxsiyyətlərin fəaliyyətin oxşarlığıdır. Sultan Əhməd, Qara Yusif və Uzun Həsən. Baxaq. Osmanlılarla sülh müqaviləsi imzalanmaları. Cəlaliri Osmanlı savaşı yoxdur. Sultan Əhməd Cəlaliri hökmdarıdır. Qara Yusif təbii ki, adından məlumdur. Qara qoyunlulardadır bu. Və ya Baharlı. Uzun Həsən ağ qoyunundadır. Osmanlı sülh müqaviləsi Uzun Həsən hökmdar kimi verilibsə, dövlətin hökmdarı kimi yoxdur. Bəyliyin hökmdarı kimi verilibsə, 61-ci ildə anasında Sarı Xatun vasitəsilə. Amma Cəlaliri Osmanlı savaşı yoxdur. Qaraqoyunlu Osmanlı savaşı ümumiyyətlə yoxdur. Qaraqoyunlar tarix boyu Osmanlılarla dost olub. A variantı səhvdir. B. Bu yalnız Uzun Həsən üçün keçərlidir. 7 qalan ikisi üçün səhvdir. Əmir Teymur tərəfindən məğlub edilmələri. Tamam, Sultan Əhmədlə Qara Yusif məğlub olsunlar 1300 Bağdadda, 1394 Bağdadda, amma Uzun Həsənlə Əmir Teymur bir-birlərini faktiki görməyiblər. Yeni dövlət yaratmaları. Qara Yusif hə. Uzun Həsən hə. Amma Cəlalilər dövlətin əsasını Sultan Əhməd qoymamışdıq. Sultan Əhməd 1382-də gəlib hakimiyyətə. Amma Cəlalilər dövləti 1340-dan var. Şeyx Həsən. Teymurlərə qarşı mübarizə aparmaları deyəsən tapdıq. Sultan Əhmədlə Qara Yusif təbii ki 1394 Bağdad döyüşündə ikisi bir yerdə mübarizə aparmışdı. Ezdə Qara Yusif bundan sonra 1406 Naxçıvan yaxınında və 1408 Sərdurud döyüşləri var. Uzun Həsən də dövlət yaradan kimi ilk rəqibi Teymurilər olur. Ümumiyyətlə Ağqoyunlu bəyliyi ilə Teymurilər dost olsa da, amma Ağqoyunlu dövlətinə Teymurilər düşmən olub. Elə Uzun Həsən də dövlət yaradan kimi ilk mübarizə apardığı dövlət Teymurilər, Əbu Səid və Muğan döyüşündən söhbət gedir. Ona baxaq. Səfəvi dövlətinə aid hadisə nəticə əlaqələrində doğru göstərdiyi cavabı müəyyənləşdirin. 1-ci İstanbul müqaviləsinin imzalanması, Səfəvilərin Azərbaycanın böyük hissəsini itirməsi. Tamamilə doğrudur. Doğrudan da İstanbul müqaviləsi 1590-da imzalandı və biz 5-6 dənə ərazi çıxmaşlarına hər yer itirdik. 2. Şah 1. Abbasın inzibati islahatlar keçirilməsi, tayfa müxtəlifliyi prinsipinin yaradılması. Yəni Şah Abbas hər ikisini eləyib. Yeri gəlmişəm, bu adam yalnız tayfa başçılığında işçilik prinsipini ləğv edib. Yerdə qalan dövlət sektorlarında hakimiyyət yenilirsən ki, sadəcə inzibati islahatların tayfa müxtəlifinə bir dəxli yoxdur. Ona görə kişinin üzərindən xətt çəkirik. Qəsr Şirin sülh müqaviləsinin imzalanması, Ərəb İraqının Səfəvilərin hakimiyyətinin altında qalması xeyr.
İstər 1555 Amasyada, istər Qəsr Şirində Ərəb İraqı Osmanlıda qalır. Ümumiyyətlə, Ərəb İraqı məsələsi təbii ki, bunun mərkəzi Bağdaddır. Ərəb İraqı məsələsinə bir balaca aydınlıq vermək istəyirəm. Ərəb İraqını ilk dəfə Şah İsmail qazanıb. Şah Təhmasib bitirib. Kimə itiribdir, kimə qaptırıbdır? Sultan Süleyman Qanuniyə. Və Sultan Süleyman Qanuni 1534-də ələ keçirdiyi Ərəb İraqını Amasyada sistemi otuzdurub. Sonra kim qaytardı? Şah Abbas. Sonra kim itirdi? Şah Səfi. Kimə qaptırdı? Sultan 4-cü Murada qaptırdı bu ərazini. Bəs 4-cü Murad onu hansı müqavimət otuzdurdu sistemə? Qəsr Şirində. Məsələ aydındır. Üçün də üzərinə xətt çəkirik. 4. Şah Süleyman. Əlbəttə adam 1667-ci ildə ruslara gömülsüz ticarət hüququ verib. Adamın hakimiyyətləri 1666, 1694 və yaxud 1667, 1694 verirlər. Rusiya Şimali Qafqazda qalalar inşa etdirmək istəyərsə 1653-62-də bu da Rusiya ilə Sərdar arasında münaqişəyə səbəb ola bilər. Cavabımız 145, yəni C variantıdır. Davam edək. 11. İkinci Dünya müharibəsindən sonra SSR-də elə bir şey tapaq ki, təbii ki 1945-dən sonra olsun. Pul islahatının keçirilməsi bu 1961-ci ildir. 47 də bəzən verilərdi. A variantı hələ ki düzgün cavab kimi olsun bizdə. Yisə keçməyimiz 1921. Yisə keçən ümumiyyətlə SSR ifadəsi yox idi. Yanlışdır. Avtoritar rejim yaradılmağa başlanıb SSR qurulandan 20-ci əsrin 20-ci illərindən. Bu da yanlışdır. 1920-ci illərdən. Hərbi kommunizm 1918-dir. Ümumiyyətlə heç SSR ifadəsi yoxdur. SFSR-yə aiddir. Gürcüstanın Ağsaqa türklərinin sürgün edilməsi, ümumiyyətlə sürgün məsələsi 2-ci Dünya müharibəsi dövrünə aiddir. Qaraçaylar, Çərkəzlər, Ağsaqa türkləri, Krım türkləri, Çeçenlər, İnquşlar və s. və ilə. Bunlar hamısı müharibə dövründə olub. Burada cavabımız A variantıdır. 12. Birinci Göytürk İmperiyası Uyğur xaqanlığından fərqli olaraq Çini asılı vəziyyətə salmışdır. Çinin asılı vəziyyətə salınması Uyğur xaqanlığında köhnə kitabda daha yaxşı verilərdi. Mən digər variantlara baxacağam. A variantı hələ ki qalsın. Birinci Göytürkdə bu var. Bu Muğan xaqandır. Uyğurda isə bu məsələni saxlamaq istəyirəm. Hələ ki Mayonsur yazaq. Mən birazdan bu məsələyə qayıdaram. Tibetləri məğlub etmişdi. Tibetləri məğlub etmək Uyğurlarda var. Bunu bölgə eləyib. Bu Uyğurlarda varsa, birinci Göytürk imperiyasında olsa belə fərqi olmayacaq. Maraq söndürür ki, bu birinci Göytürkdə də var. Əsas da ikinci Göytürk dövründə demək olar ki, Bilgi xaqan Mərkəzi Asiya və ətrafındakı əraziləri də keçirir. Bizansa qarşı mübarizə aparmışdı. Uyğur-Bizans savaşı yoxdur, amma bu birinci Göytürkdə birmənalı surətdə var. Bizansa qarşı mübarizə aparıb, amma sonradan dayanmışdı. Çünki düşmənimin düşməni mənim dostum da prinsiplə hərəkət eləyib. İstəmi xaqan gördü ki, Sasanilər həm də Bizansın düşmənidir. Ona görə dayandırdı. Ən optimal variant kimi C-yə baxıram. Mərkəzi Asiyada yaranmışdı. Təbii ki, bu oxşar cəhətlərində onların. Hindistana hücum etmişdir. Biz bunu nə Uyğurda görmürük, nə Göytürkdə görmürük. Qaydaq A variantına. Burada C variantı daha optimal variantı oxşar. Ona görə də A variantını biz açmağa çalışaq. Birinci Göytürkdə bu Muğanda var. İkinci Göytürkdə isə bəzi müəlliflər əsasda özəl testlərdə gah görürük, gah görmürük. Amma uzun müddət biz Dövlət İmtahan Mərkəzində görmüşük ki, Mayonsuru Çini asılı vəziyyətə salmaq kimi götürürlər. Nə baş verir? 751-ci ildə Talas döyüşü baş verir. Və baş vermiş Talas döyüşündə ərəblər Çinə qalib gəlirlər. Bu zaman Çin imperatoru devrilir. Məğlub olmuş Çin imperatoru devrilir. Yəni Çin bu döyüşdə məğlub olub qaydanda məğlub hökmdar görür ki, artıq paytaxta girəndə artıq hökmdar deyil. Onun qardaşı onu devirib. Və bu zaman məğlub olmuş Çin imperatoru, hakimiyyətdən demiş Çin imperatoru Uyğur xaqanından kömək istəyir. Mayonsur Çinin daxili işlərinə qarışır və Talas döyüşündə məğlub olmuş
və məğlub olduğuna görə devrilmiş Çin imperatoruna hakimiyyətə qaytarır. Təbii ki, Çin imperatoru qayıdıb ona ipəklə xərac falan verirsə, deməli bu asılılıqdır. Yəni ki, bunu nəzərdə tutublar. Ona görə C variantı daha optimal variantdır. Davam edək. 13. Paleolit və Neolit dövrünə aid ümumi cəhətləri müəyyənləşdirin. Qəbilə icmasının mövcud olması. Qəbilə icması üst paleolitdə meydana gəlib və riyazi cədvəllə desək, parça üst paleolit və eneolit parça, yəni son dövr eneolitdir. Ona görə bura paleolit dövrdə düşür, Neolit dövrdə düşür. Biri götürəcəyik. Yeni insan tipinin meydana gəlməsi. Yeni insan tipinin meydana gəlməsi demək olar ki, paleolit dövründə artıq başa çatdı. Bu bitdi. Nihayətdə ola bilməz. Axirət dünyasının inanın meydana gəlməsi. Ümumiyyətlə bir şeyin meydana gəlməsi, bir şeyin yaranması bir dəfə olur. Bu da paleolit dövrüdür, orta paleolit. İnsanların yığıcılıqla və ovçuluqla məşğul olması. Bu alt paleolit dövründən var və il 2025-də heç nə dəyişmir. Bugün gedib meyvə alırıq, onu kimsə yığır da. 1-4 düzgün cavabdır. Baxaq. Cəmiyyətdə kişilərin mövqeyinin güclənməsi bu erkən Antos dövründən başlayacaq. Bu da yanlışdır. Cavab 1-4 B variantı. Davam eləyək. 14. 1992-ci ildə imzalanmış Daşkənd müqaviləsinə əsasən nə baş verdi? SSR süqut etdi. Xeyr. Bu 1991-dir. Daşkənd müqaviləsində ümumiyyətlə SSR dövrünün silahları məhdudlaşdırıldı. Belə deyim, bölündü o keçmiş SSR, keçmiş Batsovet ölkələr arasında yəni keçmiş postsovet ölkələr arasında bölündü. Nüvə silahının nəzarəti Rusiya özündə saldı. Bu düzgün cavabı oxşuyur. Baxmayaq ki, Qazaxıstan və Ukraynada da SSR-nin atom başlıqlı silahları yerləşirdi, amma Rusiya onları bu fikirdən uzaqlaşdırdı və hər iki dövlətə belə deyim qarantiya verdi ki, mən sizə hücum etməyəcəm, amma hal-hazırdakı vəziyyətimiz göstərir ki, Rusiya söz üstündə durmadı. İkinci Çeçen müharibəsinin başa çatması qətiyyən hələ birinci Çeçen müharibəsi başlamayıb. 94-96-cı ildə olacaq. Bu da səhvdir. Krım yarımadası Rusiya verdi bu 2014-dür. Təbii ki, bu da səhvdir. Müstəqil Dövlətlər Birliyi isə artıq 1991-ci ildən yaranıb başa çatmışdı. 8 dekabrda. Ona görə variantımız B-dir. Davam edək. 15. Xəritədə ulduzla verilmiş ərazi Kəlbəcər və Ağdamdır. Baxaq. Kəlbəcər və Ağdam. Sualı bura köçürdək ki, kiçik şəkildə ekranda görsətməyək. Lokal xarakterli antiterror tədbirlərinin nəticəsində ordumuzun nəzarətə keçmişdi qətiyyən. Hər iki ərazimiz 2020-də nəzarətimizə keçilib güllə atılmadan və lokal xarakterli antiterror tədbirlər isə 2023-dür. Birinin üzərindən xətt çəkirik. 44 günlük Vətən müharibəsində ərazilərində hərbi əməliyyatlar aparılmışdır. Əlbəttə aparılmışdır. Kəlbəcərdə Murovdağ yüksəkliyi, Ağdamında bəzi yerlərində əməliyyatlar aparıldı. Digər yerlərə dəstək vermək üçün Ağdamda hərbi əməliyyatlar aparıldı. Nəyə görə deyirik bir güllə atılmadan? Yəni 9 noyabrdan 10 noyabra keçən gecədən sonra bir güllə atılmadan ələ keçirildi. 2 düzgün cavabdır. 3. Qarabağ İqtisadi rayonuna daxil olan ərazilərdir. Xeyr. Ağdam bəli. Amma Kəlbəcər bundan əvvəlki sınavda izah etmişdim. Zəngəzur bölgəsinə düşür. 10 noyabr bəyanatına əsasən azad edilmişdir. Bəli, bu düzgün cavabdır. Ağdam 20 noyabrda, Kəlbəcər isə 15 noyabrda nəzarət tutsa 25 noyabrda azad edildi. Qaldı ki, 5-ə 2022-ci ilin sentyabrında düşmənin silahlı qüvvələri təxribat törətmişdi. Laçın Kəlbəcər istiqamətindən bəli, amma Ağdam istiqamətindən oldu mu? Bir fikirləşək. Əslində Ağdam istiqamətindən də bəli. Belə deyim, problem olmuşdu mu? Xeyr, Ağdam yoxdur orada. Orada əsasən deməli Kəlbəcərdir, Laçındır. Zəngilan istiqamətindən olur. Ona görə də burada cavab 2-4-dür. A variantı. Davam edək. 16. Aqrar qanunlar 1900 və 1912. 1900-cü il aqrar qanunu dövlət kəndlərinə aiddir. 1912-ci il islahatı sahibkar kəndlərinə aiddir. Dövlət kəndlisinə aid edilməsi.
Bu təbii ki, düzdür dövlət kəndləri aid edilməsi. Dövlət kəndlərinə icma torpaqlarına nəsli istifadə hüququ verdilər. Elə A-nı oxuya-oxuya B-ni də işarələdik. A ilə B-ni götürək. 5 hissədin pay torpaqlarının verilməsi bu ümumiyyətlə sahibkar kəndlərinə aid bir cümlədir. İstər 47-də, istər 70-də. Birdən A-B-ni götürdük. 2-də müvəqqəti mükəlləfiyyətlərin ləğv edilməsi, bəli, bu düzgün cavabdır. Pay torpağı məcburi surətdə satın almadı, bu da düzgün cavabdır. Bağ yerlərinə görə əlavə ödənc xeyr. Sahibkar kəndlərinə 1912-ci ildə keçən islahata görə sahibkar kəndisi ona verilən torpaqda bağ da sala bilər, dağ da sala bilər. Nə salırsa salsın, vergi verməyəcək. Cavab D-dir. A variantını bir balaca deməksən, düzdür, digər sınaqlarda demişəm, amma yenə də baxaq. 1870-ci il islahatına qədər bir Azərbaycan kəndlisinin 2 asıllığı var. Feodal asıllığı, kağız üzərində olmasa da, bir də torpaq asıllığı. 1870-ci islahatı feodal asıllığını ləğv elədi. Qaldı torpaq asıllığı. Və ilk dəfə 1870-ci ildə kəndliyə dedilər ki, torpağı ala bilərsiniz. Ala bilən kəndlilərə 1870-ci il islahatından sonra qolçomaq deməyə başladılar. Ala bilməyən kəndlilərə isə 1870-dən 1912-yə qədər müvəqqəti mükəlləfiyyətli MM deməyə başladılar. Və 1912-ci ildə isə bu dəfə dövlət kəndliyə demədi ki, torpaq ala bilərsiniz. Dedi ki, almalısınız. Ona görə də nəticədə bütün kəndlilər torpaq sahibi oldular və müvəqqəti mükəlləfiyyət daşımaqdan da azad oldular. Davam edək. 17. 15-ci əsrdən fərqli olaraq 16-cı əsrdə Azərbaycanda baxaq. Xidmət müqabilində irsi torpaq mülkiyyət ümumiyyətlə 15-ci əsr 1401, 1500 əvvəlcə illəri yazaq. Tam aydın olsun. 16-cı əsr isə 1501, 1600-cü illərdir. Xidmət müqabilində irsi torpaq mülkiyyəti verilirdi. Bu, belə deyim, fərq deyil. Çünki 15-ci əsrdə soyurqal var, irsi torpaq. Bu 16-cı əsrdə olsa belə, olmasa belə, yəni fərq olmayacaq. Çünki 15-ci əsrdə varsa, 16-cı əsrdə də olsa belə bu fərq olmayacaq. Həm də ki, 16-cı əsrdə Səfəvilər də soyurqal paylayırlar, az miqdarda. Təbii ki, soyurqal Səfəvilər dövründə veriləcək şəxsləri dəyişə bilər. Yəni, Qaraqoyunlu, Ağqoyunlu əsasən hərbçilərə verilsə, soyurqal bunu, Səfəvilər bunu məşhur seyidlərə, dərvişlərə verir. Amma mahiyyət dəyişmir. Soyurqal yenə də irsidir və yenə də onun sahibi vergi toxunulmazlığına malikdir. Mütləq Qaraqoyunlu, Ağqoyunlu daha çox bunu hərbiçilərə, Səfəvilər və böyük Moğollar isə məhdudlaşdıraraq seyidlərə və dərvişlərə verirdi. A variantı səhvdir. Sudan istifadə müqabilində vergi alınmağa başlandı. Bu 15-ci əsrdən haradasa 16-cı əsrdən fərq ola bilər. Həm də ki, belə bir şey deyim də, sudan istifadə görə əvvəllərdən də vergi var idi. Lap sudan istifadə görə, əgər bəhrə nəzərdə tutulubsa, bəhrənin də riyazi cədvəli mən belə verərdim. 15-19-cu əsrlər. Yəni, həm 15, həm 16, həm 17, həm 18, həm 19-da alınıb bu. Ona görə bu fərq olmayacaq. Hökümdarın yanında məşvərət verici orqan. Demək olar ki, həmişə hökümdarın yanında məşvərət verici orqan olub və bunlar yalnız elə məşvərət verici orqan kimi qalıblar, adından məlum olduğu kimi. Yəni, bu Qaraqoyunlu, Ağqoyunluda ali divandır, Səfəvərdə ali məclisdir. Xassəsi əsgərlər adlanan daimi qoşun. Onsuz da istənilən bir dövlətdə daimi qoşun olur, amma biz bu ifadəni əsasən Qaraqoyunlu, Ağqoyunluda görürük. Yəni, bu 15-ci əsrdə varsa, 16-cı əsrdə olsa belə bu fərq olmayacaq. Bizə lazımdır ki, 15-ci əsrdən fərqli olaraq bir 16-cı əsrdə olsun. Qaldı ki, Y variantına, bəli, bu düzdür. Çünki neçə ildən sonra, axır ki, bizim qulağımızın pas açılsın və 1551-ci ildə Şah Təhmasib Vahid Azərbaycan dövlətinin əsasını qoysun. Yəni, mövcud dövləti vahidləşdirməyə nail olsun. Və bu 16-cı əsrdir. 15-ci əsrdə mövcud olmuş Qaraqoyunlu, Ağqoyunlu isə çoxlu soyurqal payladığından və ordunun əsasını təşkil edən elatların məclis hakimiyyətə tabe edə bilməklərinə görə bu baş verməsin. Cavab Y-dir. 18. Mətndə əsasən tarixi prosesin nəticəsini müəyyənləşdirin. Baxaq. 1763-cü ildə qəbul edilmiş digər qanuna əsasən koloniyalar idxal olunan və oradan ixrac edilən bütün mallar İngilis kəndlərinə daşınmalı idi. Kral bəyannaməsi ilə kolonistlərə Appalachiya dağlarından qəbdə yerləşən yerli tayfaların torpaqlarına köçmələri qadağan edildi. Şimali Amerikadakı müstəmləkədə həyata keçirilən məhdudlaşdırma siyasəti narazılığı artırdı. Demək olar ki, artıq biz
İstiqlaliyyət müharibəsinin ərəfəsindəyik, həndəvərindəyik. Baxaq. İngiltərələ Gent müqaviləsi imzalanması 1814-dür. Bu qədər qabağa qaçmaya ehtiyac yoxdur. Hüquqlar haqqında bil. Bu İngiltərə baxımından 1689-dur. Geriyə qayıtmaya ehtiyac yoxdur. ABŞ baxımından isə ABŞ konstitusiyasında ilk dəyişiklik 1791. Bu qədər qabağa qaçmaya ehtiyac yoxdur və məntiq gözlənilməyib. Konstitusiyanın qəbul edilməsi Amerikada 1787. Yenə dəhşətli sürətlə irəli qaçmaq və məntiqsizlik görürük. Boston çay qonaqlığı. Bəli, bu düzgün cavab ola bilər. Çünki İngilislər Amerika xalqının əsəbi ilə oynadıqdan sonra 1773-cü ildə xırda bir şeylə onların yenidən ürəyini ovsunlamaq istəyirdi. Və nəzərə alsaq ki, uzun müddət pislik etdikdən sonra bir insanın yaxşılıq etməsi insanların ətrafın ona dəyişməsinə səbəb ola bilər. İngiltərə belə bir ucuz üsulla Amerikanların könlünü fəth eləmək istəyirdi, amma Amerikanın azadlıq oğulları bunu yaxşı dərk edirdilər ki, xalqı çaydan satın alacaqlar. Ona görə İngilis çaylarını Boston limanına dağıtmışdılar. Cavab dedir. Qaldı ki, İstiqlaliyyət müharibəsi başa çatdı. Yenə başlanması olsa dərd yaradır. Yəni, İstiqlaliyyət müharibəsini başlamamış bitirmək həm qabağa qaçmaq, həm də məntiqsizlikdir. Ona görə də burada cavabımız olacaq D variantı. 19. Euler-Venn diaqramına uyğun olaraq müəyyənləşdirək. Maraqlı bir sualdır. Rəqəmləri verib və belə deyim, artıq düzülmüş bir Euler-Venn diaqramıdır. Bizə sadəcə o lazımdır ki, burada biz dövlətləri yerinə qoyaq. Deməli, burada bir cümlələr oxuyaq və tutmağa çalışaq. Əvvəla 19-cu əsrə diqqətimizdən qaçırmayaq. Çünki 19-cu əsr 1801-1900 və baxaq. Konstitusiyanın qəbul edilməsi. Konstitusiya 19-cu əsrdə qəbul oluna bilər. Harda? Fransada qəbul oluna bilər, amma biz Fransada köhnə kitablarda keçirdik. Təzə kitablarda Fransada konstitusiyanın qəbulu 19-cu əsrdə. Lap verirsən, tutaq ki, hər dəfə monarxiya və ya respublika qurulsa, konstitusiyalar qəbul olunsun. Fransanı saxlayaq fikrimizdə, amma baxaq. Dünya imarətxanası dövlətlərimizdən biri 100% İngiltərədir. Yəni C gedirsə artıq 3-cü dövlətin İngiltərə olduğunu fikirləşməliyik. Və 3-də SG varsa, Kanada dominant hüququnu verən İngiltərədir. Yəni bu bir mənalı surətdə İngiltərədir. Biz artıq 3-cü tapmışıq. Mərkəzi Asiyanın işğal edilməsi D. Bu da 100% Rusiyadır. 1895-ci ildə. Artıq 2 variantımız hazırdırsa biz cavab da tapmışıq. Rusiya, İngiltərə, birisi Osmanlıdır. Tamam. Tapdıq. İndi isə yerinə qoyaq və baxaq. Biri Osmanlı gedir və konstitusiyanın qəbul edilməsi düzdürmü? Bəli. Çünki 1876-da Osmanlıda konstitusiya qəbul olunur. Krım müharibəsində iştirak. Krım müharibəsində iştirak ortaya gedirmi? Bəli. Çünki Krım müharibəsi Rusiya və Osmanlı arasında başlayır. Müharibənin əvvəlində Rusiya Osmanlını belə desək, çox ciddi şəkildə məğlubiyyətə uğradır və bundan sonra İngiltərə, Fransa müharibəyə girərək Osmanlı tərəfdən vuruşur və Rusiyanı məğlubiyyətə uğradır. Bu da var. Dünya imarətxanası təbii ki, bu İngiltərədir. Mərkəzi Asiya təbii ki, bu 1895 Pamin işğalında Rusiyadır. Kanada dominant hüququnu verən İngiltərədir. Bax belə. Yəni cavabımız 1 Osmanlı, 2 Rusiya, 3 İngiltərə. B variantı oldu. Davam edelim. 20. Uyğunluq pozulmuşdur. 1-ci Rusiya-Qacar müharibəsində ruslara ciddi müqavimət göstərmişdir İrəvan xanlığı. Əlbəttə, 3 mənzil və qəmməli döyüşləri kifayət edir. 2-ci Rus-Qacar müharibəsinin gedişində də İrəvan bir müddət ciddi müqavimət göstərib. Ehtiyatlı olaq. Yəni, Venn diaqramına düşdü, ortaya aparmalıyıq. Kürətçən müqaviləsini imzalanmaqla Rusiya tabi olan Qarabağ şəhəridir. Bu da düzdür. Çar Rusiyasını işğal etdiyi 2 xanlıq Gəncə, əlbəttə. Osmanlı ordusu ruslara məğlub olub Gümrü döyüşü 1807, əlbəttə. Gülüstan müqaviləsi imzalandı. Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğala bayaq satdı. Xeyr. Axı Gülüstana görə Şimali Azərbaycanın 2 xanlıq Qacarlara qalır. Naxçıvan və İrəvan. Ona görə Y variantı yanlış variantdır. 21. 1711-ci ildə göstərilənlərdən heç biri bu dövlətə aid deyil. Tamam. 1711-ci ildə Azov qalasını itirən Rusiyadır.
bağladığı Prut müqaviləsinə görə 1695-96-da Osmanlıdan aldığı Prutu geri qaytarır və İsveç kralının da sərbəst öz ölkəsinə getməsi hesabı Rusiyanı silək. 18-ci 60-cı illərdə sənaye çevrilişi başlasın, İngiltərəni silək. 18-ci 70-ci illərdə müstəqilliyini elan etsin, 1776 ABŞ silək. 19-cu əsrin ikinci yarısı 1870-71-də Vahid dövlət adında birləşməsi başlasın, Almaniyanı silək. Burada Osmanlı qalsın. 21 Bakı. 22. Şərəf tariximizdən bir sualdır. Azərbaycan Ordusunun həyata keçdiyi Qisas adlı antiterror əməliyyatına aid deyil. Qisas adlı antiterror əməliyyatı 2022-nin avqustun 3-dən 4-dən keçən gün baş verib. Yəni bir gündən az davam edən hərbi əməliyyatdır. Ermənilərin ərazimizdə yeni döyüş mövqeyi qurmaq istəmələrindən qarşılanmaq üçün həyata keçirildi. Bəli, hətta bir şəxsimiz orada həlak oldu. Cavab olaraq biz Qırğız və Sarabağ yüksəklərini nəzarətə götürdük. S. Qeyri-qanuni erməni silahlı birləşmələrin bir neçə döyüş mövqeyi dağıdıldı. Laçın rayonu Sus və Zabuq kəndləri işğaldan azad edildi. Bu səhvdir. Çünki dediyim kimi Qisas əməliyyatı 2022-nin avqustun əvvəlləridir. 3-ü 4-ü baş verir. Əsas da 3-ü hərbi əməliyyatlar demək olar ki, yekunlaşır. Amma Laçın rayonu bizə qaytarılıb 2022-nin avqustunun 26-sında. Ümumiyyətlə Laçınla bağlı diqqətli olun. Laçın rayonu bizə qaytarılıb rayon olaraq 2020-nin dekabrın 1-də. Amma Laçının şəhər mərkəzi biz 2022-də almışdıq. Bəs niyə 2 ildən gedir? Əslində bu 3 il olmalıydı. Çünki Laçın dəhlizə keçir və ermənilər o dəhlizlə Dağlıq Qarabağ Erməni sahəsində işləyirlər. 3 il müddətində o dəhlizə alternativ dəhliz çəkilməlidir. Amma bizimkilər bunu tələsdirdi və 2 ilə bu başa çatdı. Laçının şəhər mərkəzinin bizə qaytarılması isə Zabuq və Susla bərabər 2022-26 avqustudur. Ona görə burada cavab D variantı olacaq. Y variantına baxsaq, Ağdərə rayonunun yuxarı Orataq yaşayış məskənində düşmənin hərbi hissəsinə havadan zərbə endirildi. Bu da düzgün cavabdır. Cavab D'dir. 23. Qədim Roma dövlətindən fərqli olaraq qədim Yunanistanına baxaq. Azad yoxsullar müəyyən vəzifə tuta bilərdilər. Bu hər ikisi üçün oxşar cəhətdir. Çünki Yunanistanda bu eramızda və 5-ci əsr, Romada isə eramızda və 3-cü əsrdir. Düzdür, Romada vəzifə tutmaqda maraqlı deyildilər, çünki maaş yoxdur. Bu fərq deyil. Əhəmənilərlə mübarizə aparmışdı. Bəli, bu fərqdir. Çünki Əhəməni-Roma savaşı yoxdur, amma Əhəməni-Yunan savaşı var. Xristianlara açıq ibadət etməyə icazə verilmişdir. Bu Romada var. Yunanistanda olsa belə fərq sayılmayacaq. Heç Yunanistanda bu yoxdur. Bu Romanın Yunanistandan fərqidir, belə desək. Makedoniya dövləti ilə müharibə aparılmışdır. Bu da onların fərqi deyil. Çünki qədim Roma Makedoniya mübarizə aparıb eramızdan əvvəl 2-ci əsrdə. Yunanistan da mübarizə aparıb eramızdan əvvəl 338 Xeyoniya döyüşündə. Bu da fərq deyil. 5 eramızdan əvvəl 6-cı əsrdə azad yoxsul əhali vətəndaşlıq hüququ almışdır. Bəli, bu düzgün cavabdır. Əslində azad yoxsul əhali Romada da vətəndaşlıq hüququ alıb, Yunanistanda da. Sadəcə bu Yunanistanda eramızdan əvvəl 6-cı əsrdə salon. Romada isə eramızdan əvvəl 3-cü əsrdir. Yəni əgər burada əsr olmasaydı, sadəcə azad yoxsul əhali vətəndaş hüququ aldığı olsaydı fərq olmazdı və bir dənə düzgün cavabımız 2 olacaqdı. Amma burada əsr qoyduğuna görə cavab 2-5-dir. Davam edək. 24. Qaraqoyunlu dövlətinin Səfəvi dövləti ilə oxşar cəhətdədir. Ağqoyunlularla mübarizə aparmaları. Bu düzgün cavabdır. Əgər Ağqoyunlu dövləti olsaydı səhv olardı. Çünki Ağqoyunlarla Qaraqoyunları eyni vaxtda vermək olmaz. Qaraqoyunlu Ağqoyunlu savaşı hansıdır? 1467 Muş və yaxud 1468 Həsən Əlinin öldürüldüyü döyüş. Səfəvi dövlətinin Ağqoyunlarla savaşı 1503 Alma bulağı. Bir oxşar cəhətdir. 2. Osmanlılar tərəfindən məğlub edilmələri yanlışdır.
Bu yalnız Səfəvilər üçün keçərlidir. Bir şey yadımızda saxlayaq, Qaraqoyunluların Osmanlıların heç vaxt problemi olmayıb. Şirvanşılar dövlətinin asiliyyətə salmaları bu oxşar cəhətdir. Bu Qaraqoyunlarda 1412-dir. Səfəvlərdə isə Şah İsmayılın dövründə artıq asiliyyətə salınmışdı. 1538-də isə Təhmasib ümumiyyətlə Şirvanşahları götürdü. Üç oxşar cəhətdir. Hakimiyyətlərini Şərqi Gürcistana yaymaları bu da oxşar cəhətdir. İstər Qaraqoyunlular, istər Səfəvilər, hətta Qoyunlular, hətta 1407-də belə desək, Şirvanşahlar, Sacilər, Salarilər, Eldənizlər müəyyən zaman kəsiyində, konkret yazılmasa da. 4 də oxşar cəhətdir, belə desək. 5. Azərbaycanın vahid dövlət halında bu cütlükdən yalnız Səfəvlərə aid xüsusiyyətdir. Cavab 1-4-dür. 25. Sxemdə boş buraxılmış uyğun səbəbləri müəyyənləşdirək. Almanların Qafqaza köçürülməsinin səbəblərindən biri nə idi? Təbii ki, Napoleon işğalçı müharibələri və feodal zülmü idi. Digər bir tərəfdən niyə köçürülmüşdü? Çünki Ruslar Almanların iqtisadi üsulundan istifadə etmək istəyirdilər. Hansı proses ənənəvi yarımköçərli maldarlıq təsərrüfatına zərbə vurdu? Təbii ki, bu da Rusların köçürülməsidir. Çünki ən yaxşı torpaqlar alınıb verilir Ruslara. Niyə yarımköçəri maldarlıq təsərrüfatına zərbə vurdular? Mən bunu iqtisadi məsələ baxımından fərqli olaraq ordu prinsipi əsasında müəyyənləşdirərəm. Çünki tarix boyu Azərbaycan ordusu elatlardan, köçərdən toplanırdı. Onları ümumiyyətlə sındırmaq, pərən-pərən salmaq üçün bundan istifadə edə bilərdilər. Cavab 1-4-dür. Vəssalam. Davam elə. 26. Azərbaycanda 3-cü Respublika dövründə baş vermiş hadisələrin xronoloji ardıcılığını müəyyənləşdirək. 3-cü Respublika dövrümüz müstəqil Azərbaycandır. 91-dən bu günümüzə qədər. 1-ci Qarabağ müharibəsinin bitməsi haqqında atəşkəs 1994-dür. Bişkek protokolu may ayında. Dövlət neft fondu 99-dur. Respublikamızın ilk beynəlxalq təşkilata qəbul olunması 91, İslam Konfransı Təşkilatı. Senzura 98-dir. Maraqlısı budur ki, 4-ü də 3-cü Respublika dövrünə düşür və xronoloji ardıcıq B olacaq. 3, 1, 4, 2. Amma ehtiyatlı olaq. Yuxarıda yazıla bilərdi Azərbaycanda 3-cü Respublika dövründə baş vermiş hadisələrin. Burada 3-cü Respublikaya aid 3 dənə hadisə ola bilərdi. Və 3 dənə hadisənin xronoloji ardıcılığı soruşula bilərdi. Bu məsələdə ehtiyatlı olun. Məsələn, tutaq ki, 3-ün yerinə yazılardı prezident vəzifəsinə təsis olunması. Bu 1990 olardı. Və biz xronologiyanı artıq 4-1-2 ətrafında düzə bilərdik. Və yaxud əksinə. 27. Uyğunluğu müəyyənləşdirək. Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid olan tədbirlər. Hərbi nazirliyin yaradılması. Təbii ki, hərbi nazirliyin yaradılması ordu quruculuğu prinsipidir. Bəzən dövlətlə ordunu ayırmırlar. Anın üzərindən xətt çəkirik. Azad ticarət. Ticarət nədir? İqtisadiyyat. Türk xalqlarının tarixi fənni. Təhsil, mədəniyyət. Paris Türk konferansından nümayəndə heyəti göndərməyimiz əlbəttə bu xaricidir. Neft sənayesinin milliləşdirilməsi iqtisadidir. Amma biz milliləşdirməmişik. Bir məsələdə ehtiyatlı olaq. Çox önəmli bir şey deyim. İndiyə qədər dövlət imtahan mərkəzinə gəlməyib. İndi burada bir məsələ var. Bunu cavabını yəqin ki Dövlət İmtahan Mərkəzi 1B, 2D, 3C verib. Amma inanın belə bir sual gəlsə, bu sual sözün əsl mənasında belə deyim, ciddi baş partlatmaq səviyyəsinə gəlib çata bilər. Neft sənayesi milliləşdiriləndə 1918 iyun ayı idi. Fərqi yoxdur kim tərəfindən milliləşdirilib. Yəni bildiyi AXC tərəfindən milliləşdirilməyib. Amma 1918-ci ilin iyununda neft milliləşdirilmişdi Bakı XKS tərəfindən. Çox diqqətli olaq bu məsələdə. Və fikir verək, 1918-ci ilin iyununda Bakı XKS nefti milliləşdirir. Bu zaman AXC var. Burada demir ki, AXC-nin gördüyü tədbirlər. AXC dövrünə aid olan tədbirlər. Yəni AXC-nin mövcudluğu dövründə bu tədbiri başqası da görə bilərdi. Mən ümid edirəm ki, belə deyim, Y variantı burada götürülməyibdir cavablar silsiləsində, amma yenə də belə bir sualı salmaq ciddi bir problem yarada bilər gələcək imtahanlarda. Sualı kim yazıbsa diqqətli olmaq lazımdır. Davam edək.
Və nəhayət situasiyaya gəldik. Əfəndilər, söhbət AXC-dən gedir 100%, son iclasdan gedir. Mənbədə çıxışı verilmiş şəxsin təmsil etdiyi dövlət idarə etmə formasını yazın. Təbii ki, söhbət Azərbaycan Xalq Cümhuriyyətindən gedirsə, bu cümhuriyyətdir. Ərəb dilində cümhuriyyət, Latınca respublika. Çıxışçının təmsil etdiyi dövlətin işğalının qarşısını almaqda çətinlik çəkməsinin səbəblərindən ikisini yazın. Səbəb çoxdur. Hökumət kabinetimiz tez-tez dəyişir. 1920-ci ilin fevralında içimizdə yaradılmış 5-ci kolon rolunu oynayan kommunist lərin pozulu fəaliyyəti, ermənilərin Qarabağda qiyam qaldırması, donanma rəhbərimizin Çingiz Yıldırımın tarixin ömrü boyu lənətləyəcəyi şəxslərdən biri olacaq. Donanma rəhbərimizin belə deyim, üzümüzə dayanması, bütün bunlar gətirib AXC hakimiyyətin süqutuna gətirib çıxardacaq. 30 çıxışçının təmsil etdiyi dövlətin hakimiyyəti Sovetlərə təhvil verərkən irəli sürdüyü şərtlər kommunistlərin içimizdə yaratdığı dövlət müvəqqəti olacaq. 11-ci Qırmızı Ordu Bakıya daxil olmayacaq. Və Azərbaycanı, AXC-ni quran insanların həyatına və mülkünə, belə deyim, təcavüz olmayacaq, onların təhlükəsizliyi qorunub saxlanacaq. Bax belə, baxdıq suallara, yenə deyirəm, 27-ci sual çox diqqətimi cəlb elədi həqiqətən. Burada daha da irəli gedib yazmaq olar ki, Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirlər, yenə deyirəm, Y variantı çox ciddi problem yaradır, əsasda köhnə kitablarda. Yenə təzə 9-lar əsasən onun üzərindən qaçıblar. Diqqətli olmaq lazımdır. Başqa diqqətimizdən qaçan burada məncə ciddi bir şey yoxdur. Yaxşı bir sınaq idi. Kimisə nəsə bir sualı, iradə və təklifi olarsa hazırıq. Sağ olun, var olun. Allah'a emanet olun.